İstəyirəm bugünkü cümə söhbətini, birinci xütbəni Allahın köməkliyi ilə intizar mövzusu barədə bir daha danışaq. Çox yaxın keçmişdə biz bu mövzuya ətraflı toxunmuşuq. Yaxın keçmişdə, əgər xatırlayırsınızsa, cümə günləri bu mövzu ətrafında biz danışmışuq, ətraflı danışmışuq. Amma mən hiss edirəm ki, mövzu hamı üçün maraqlıdır və aktual mövzudur, lazımlı mövzudur. Ona görə də istəyirəm bugün bir daha, bir neçə həftə Allah ömür versə, qismət eləsə bu mövzuya toxunaq. Bugünkü söhbətimizdə ola bilər sizin üçün təkrar olan məqamlar çox olsun. Çünki mən indiyəcən danışdıqlarımızı biraz ümumiləşdirmək istəyirəm. Amma gələn həftədən inşallah mənə elə gəlir bir neçə təzə nöqtə var. İmam Zamanın məhdəviyyəti barəsində, məhdəviyyət mövzusu barəsində inşallah onlara toxunarıq. Bugünkü söhbətimiz gələn həftə danışacağımıza Allah qismət eləsə müqəddimə olsun. Hamı bilir ki, bütün dinlərdə, bütün məktəblərdə intizar var. Yəni dünyada bütün insanlar, bütün etiqadda olan insanlar xoşbəxt gələcəyə inanırlar. İnanırlar ki, dünyanın sonu saadətlə qutaracaq, xoşbəxtliklə bitəcək. İnsanlar arzu olunan cəmiyyətdə yaşayacaqlar. Bu inanc müqəddəs bir inancdır. Xüsusən bizim məzhəbdə də hamı bilir ki, 12-ci imamın intizarındayıq biz. Bu, bütün hamıya bəlli olan bir həqiqətdir. Biz hamımız 12-ci imamı gözləyirik. Amma məsələ bundadır ki, biz necə gözləyirik onu? Həqiqi gözləmə nədir? Bizim gözlədiyimiz kimdir? Bu gözləmə inancı nə dərəcədə yaradıcıdır bizim üçün? Biz bilirikmi kimi gözləyirik və niyə gözləyirik? Və bizim bu inancımız, bizim İmam Zaman haqqında təsəvvürümüz doğrudur ya yox? Çoxlu suallar var bu məsələdə. Düzdür, biz İmam Zamanı gözləyirik, amma bəzən bəsirətlə gözləmirik. Bu məsələyə səhv yanaşma var bizlərin içində. Ona görə təkrar bu mövzuya qayıtmaq lazımdır və bu təkcə mücərrəd nəzəri bir mövzudur. Bu mövzuya düzgün yanaşma olsa, bizim bugünkü vəzifəmizi də biz düz tanıyarıq. Bizim dinə yanaşmamız dəyişər. Yəni, bu elə-belə bir nəzəri bəsdir ki, bilmək yaxşıdır. Bunu bilmək lazımdır, çünki bunu bilmədən insan düzgün Allaha ibadət eləyə bilməz, düz yolu gedə bilməz. Bugünkü günümüzə bizim təsirli bir mövzudur. Elə bir mövzudur ki, onu düz başa düşməyimizdən asılıdır bizim düzgün dinə yanaşmağımız. Ona görə də bu mövzuya məncə təkrar qayıtmaq lazımdır. Həm də dünya üçün bu mövzu günü-gündən aktuallaşır. Bugün dünyada baş verən hadisələr onu göstərir ki, dünyada ciddi dəyişikliklər baş verir. Çox ciddi dəyişikliklərin şahidi və dünya bir başqa istiqamətə gedir. Və ona görə də bugün dünyanın insanı üçün bizim məhdəviyyət mövzumuz çox maraqlıdır. Biz özümüz düz başa düşüb, düz tanıtdırmaq vəzifəsi bizim üzərimizdə var bu məsələni. Biraz avam yanaşma var, təəssüf ki, bizlərin təfəkkürümüzdə İmam Zaman mövzusuna. Mən istəyirəm yanlış təsəvvürlərə toxunam əvvəl. Keçən bəhslərdə danışdığımı ümumiləşdirim. Siz də biraz səbirlə qulaq asın. Bu müqəddimə olmadan, mən təkrar eləməyə məcburam. Bu müqəddimə olmadan gələn həftə danışacağımızı başa düşmək biraz çətindir. Ona görə bu müqəddiməyə ehtiyac var. Bəziləri İmam Zamanın gəlişi barədə danışarkən belə bir təsəvvürdədirlər ki, İmam Zaman gəlib haqqın diktaturasını yaradacaq. Haqqı dünyaya hakim eləyəcək, azlıq çoxluğa hakim olacaq. Hamı bilir ki, 313 nəfər onun yaxın adamı var. Dünya insanlarının sayı nisbətində 313 çox məhdud saydır və İmam Zaman gəlib bu 313 salih insanla haqqın diktaturasını dünyada bərqərar eləyəcək. Və azlıq çoxluğa hakim olacaq, çoxluq azlığa tabi olacaq. Başqa diktaturalardan fərqi bizim təsəvvürümüzdə bunun budur ki, bu salih adamların diktaturasıdır. Salih adamlar diktə eləyəcəklər. Başqa yerlərdə salih olmayan,
Zalim adamlar diktə edirsə, İmam Zamanın quracağı dövlətdə salihlər diktə eləyəcəklər. Salihlərin diktaturasıdır bu. İcbari şəkildə insanlar haqqa yönələcək. Bu, yanlış təsəvvürlərdən biridir. Əgər icbari şəkildə bu işi görmək düz idisə, indiyə qədər bu iş görülərdi. Niyə indiyəcən görülməyib? Axırda zorla olacaqdısa, zora imkan çox idi tarix boyu. Niyə görə zorla eləmədilər, saxladılar İmam Zaman eləsin bu işi? Əgər İmam Zaman gəlib mənəvi qüdrətlə, möcüzə ilə dünyanı dəyişəcəksə, birdən cəmaat durub deyəcək ki, namaz qılmaq istəyirəm, birdən cəmaat durub deyəcək ki, Quran oxumaq istəyirəm, oruç tutmaq istəyirəm, içki içənlər birdən deyəcək, mən içkiyə nifrət edirəm, birdən bir möcüzə baş verəcəksə əgər, bu işi ən yaxşı ilə Peyğəmbər bacarardı. İmam Zaman ki, Peyğəmbərdən qüdrətlidir. Möcüzəyə qalmışdısa, Peyğəmbər elə bu işi möcüzə ilə görərdi. Allah Quranda Peyğəmbərə buyurur, İnnəkə la təhdi mən əhbəbd. Sən istədiyi hidayət eləyə bilməzsən. Sənə bu qüdrət verilməyib, kimi ürəyin istəyir, hidayət eləyəsən. Əgər möcüzə ilə Peyğəmbər eləyə bilmədisə, İmam Zaman eləyəcək. Peyğəmbər zorla cəmaatı cənnətə aparmadısa, İmam Zaman zorla aparacaq. Allah Peyğəmbərə buyurur, sən təbliğ elə, çatdır, qalanı ilə işin yoxdur. Sən qarışma hidayət məsələsinə, hidayət mənə məxsusdur. Sən çatdır, çatdırmaqdan başqa sənin vəzifən yoxdur. Yanlış təsəvvürlərdən biri budur ki, hansısa bir at belində mistik bir şəxsiyyət gələcək, birdən möcüzələr eləyəcək, dünya dəyişəcək möcüzə yolu ilə və haqq dünyada bərqərar olacaq. Bu yanlış təsəvvürlərdən biridir İmam Zaman barədə. Bəziləri isə belə düşünür ki, İmam Zaman qılınc və silah gücünə haqqı bərqərar eləyəcək. Qılınc gücünə haqqı dünyada bərqərar eləyəcək. Çünki İmam Zaman haqqda o qədər qılınc deyirlər ki, onun adı gələndə zehnimizə at belində, əlində qılınc olan bir adam gəlir. Yəni, qılınc və silah gücünə haqqı bərqərar eləyəcək. Əgər qılıncla haqqı bərqərar eləmək düzgün olsaydı, ona əleyhissalam eləyərdi. Görmüsünüz deyəndə o qədər danışmışıq, sanki canlı şahidi o hadisənin. Tarixdə var ki, qollarını bağlayıblar əleyhissalamın. Evdən məscidə aparırlar, qoluna kəndir bağlayıblar. Əleyhissalam qılınca əl atmır. Orada bir Yahudi iman gətirir. Deyir, mən Peyğəmbəri gördüm, iman gətirmədim. Amma bu mənzərə çox şeydən xəbər verir. Mən bilirəm, bu kişinin qüdrəti var. Bu kişinin əlində qüdrət var, silaha qalsa, gücə qalsa, bir dəqiqə güclə özünü, hakimiyyətini bərqərar eləyər. Mən indi başa düşdüm bu kimdir və bu necə dindir ki, güc sahibi qolu bağlı, kəndirə bağlanıb gedir, razı deyir cəmaatı zorla haqqa dəvət eləsin. Gücü çatır haqqa zorla yönəltsin, amma bunu eləmir. Razıdır məzlumiyyəti qəbul eləsin, amma zora, silaha, gücə əl atmasın. Onu eləmək olsaydı, eləyərdi. Deməli, bu yoldur, din bu yolu qəbul eləmir. Silah gücünə kimisə müsəlman eləmək olmaz. Silah gücünə, zor gücünə, kimisə dinə vadar eləmək üslubunu Peyğəmbər əvvəl gündən qəbul eləməyib. Bu dində qəbul olmayan yoldur. Zorla dindar eləmək olmaz insanları. Belə çıxır ki, məsumlar bezəcək, deyəcəklər da bəsdir. Vur, öldür, qutar bunları, məcbur bunlar da belə düzələndə öllər, bunları zorla, silahla hidayət elə. Bu, yanlış yanaşmadır. Yanaşmalardan biri budur ki, cəmaat o zaman zülümdən bezəcək. Bu sözlər eşitmişsiniz. Zülümdən bezəcək və ona görə də İmam Zamana zəmin yaranacaq ki, dini dünyada bərqərar eləsin. Düzdür, hədislərdə bunların hamısı var. Hamısı var hədislərdə. Əl çəkəcək başlarına, hədis var. Cəmaatın ağlı kamilləşəcək. Amma bunu bəzi adamlar səthi, birbaşa mənada başa düşür. Burada söhbət kəramətdən getmir. Onu izah eləyəcək, necə olacaq ki, ağıl sahibi olacaqlar insanlar. Və yaxud silah haqda, zor haqda da hədislər var. Amma kimi vuracaq? Kiminlə vuruşacaq? Kimə qarşı olacaq? Elə bir təsəvvür var ki,
əstəğfurullah, bir qan içən diktator gələcək, zorla cəmaatı dinə yönəldəcək. Bu elə düşmənə də bu təsəvvürü yaratmaq lazımdır İmam Zaman barədə. Çoxuna elə bizim bu təsəvvürümüz münasibdir. İstəyirlər elə biz belə tanıyaq onu. Ona görə də onunla qorxudurlar ki, bunların imamına bax. Bunların danışdığı sözə bax. Cəmaatın çoxu da qorxur. Vallah, mən möminlər görmüşəm ki, vallah, gəlsə mən qorxuram, başımı kəsər. Mənim axı günahım var. Günahkarları öldürəcəksə birinci mənəm elə günahkar. Dildə deyir, ağa gəl, amma başa düşmür gəlib öldürəcəksə, onda məni öldürəcək. Niyə deyirəm o gəlib məni öldürsün? Mən məni öldürən adamı dua eləməliyəm, tez gəl məni öldür. Budur doğru düzgün təsəvvür. Ona görə cəmaat ürəyində deyir, təki gəlməsin, amma dildə deyir, ağa tez zuhur elə. Təki gəlməsin ki, günahlarımız hələ çoxdur bizim. Bunlar zahiri məsələlərdir. İmam Zaman günahkarlara zor deməyəcək, bunu əmin ola bilərsiniz. İmam Zaman günahkarla vuruşmağa gəlməyib, günahkarlara nicat vermək üçün gəlir, zuhur eləyir. Bir təsəvvürlərdən biri budur ki, cəmaat zülümdən yorulacaq və İmam Zaman gələcək. Düzdür, hədislərdə var, cəmaat zülümdən yorulacaq. Amma bu mənada deyir ki, İmam Zamanın zuhuru üçün təkcə bu lazımdır ki, cəmaat zülümdən yorulsun. Tarixə yenə müraciət eləyək. Cəmaat Əli əleyhissalama üst tutdular, tarixdə oxuyuruq. 25 ildən sonra, 3 xəlifədən sonra cəmaat özü üst tutdu Əli əleyhissalamın evinə. İmam Həsənlə İmam Hüseynin 30-dan çox yaşı var idi. 30-dan çox. Həzrət Əli deyir ki, cəmaat elə hücum gətirdi bizə. Qorxdum ki, Həsənlə Hüseyin ayaq altda qalar. Bunlar uşaq dördülər ayaq altda qalsınlar. 30 yaşda gənc cavan oğlanlar idi. Cəmaat elə hücum elədi Əli əleyhissalamın evinə ki, qorxdum bunlar ayaq altda qalar, ölərlər. İsrar eləyirlər ki, gəl sən xəlifə ol. Əli əleyhissalam nə cavab verir? Deyir, yox, mən istəmirəm. Maraqlı sözdür. Bu yandan deyir, bu mənə Allahın verdiyi haqdır. Allah məni imam seçib. Haqqım qəsb olunub. İndi də cəmaat gəlir, deyir ki, yaxşı, bu sənin haqqındır, gəl rəhbərlik elə, deyir, istəmirəm. Yaxşı, bir halda ki, cəmaat istəyir, Allahın da haqqıdır, sən niyə imtina edirsən? Niyə görə? Çünki İmam Əli əleyhissalam başa düşür ki, cəmaat düzdür zülümdən bezib. Cəmaat zülümdən bezib. Amma ədalət bilmirlər nədir? Zülümdən bezmək kifayət deyil. Gərək biləsən ədalət nədir? Cəmaat zülümdən bezib, gəlib Əli əleyhissalama tərəf. Amma Əlinin ədalətini başa düşməyiblər, ona hazır deyirlər. O bilir ki, onlar zülümdən bezmək kifayət deyil. Gərək ədaləti də tanıyasan. Bugün də dünyada çoxları bezib. Dünyaya baxın, qan su yerinə axır, hər gün. Cəmaat bezib. Amma bezmək kifayət deyil. Dərd budur ki, cəmaat bilmir ki, bəs ədalət nədir? Cəmaatın ədalət haqda təsəvvürü düzdür. Təkcə cəmaatın bezməsi kifayət deyil. Cəmaat hərdən bizim dildə bir yaxşı söz var, küyə düşürlər. Bu sözü eşitmişik, küyə düşdülər. Cəmaatda hərdən belə bir hal olub. Yəni İmam Zaman dövründə cəmaat bezib küyə düşəcək ki, gəl bizə kömək elə, imam da bundan istifadə eləyəcək. Xeyr, küyə düşmə tarixdə çox olub. Bir peyğəmbərin ömrünün axırında baxın, surə var Quranda, Nəsr surəsi. İzə cəə nəsrullahi vəl-fəth və rəəytən nəsə yədxulunə fi dinillahi əfvaca. Buyurur, görürsən, Allah Peyğəmbərə Məkkə dövründə nazil olub. Cəmaat dəstə-dəstə dinə daxil olur, küyə düşüblər. Yədxulunə fi dinillahi əfvaca. Bir alim yaxşı təfsir elirdi. Görürsünüz, deyir, cəmaat dinə daxil olur, din cəmaata yox. Məsələ bundadır. Gərək din ürəyə girsin. Burada din ürəyə girmir. Cəmaat dinə tərəf gedir. Görür ki, qələbə çalıb, hamı qaçır dinə tərəf. Dəstə-dəstə dinə üst tuturlar. Həmin bu küyə düşməyin nəticəsi oldu ki, birinci imtihan ki, vilayət imtihanı gəldi, Əli əleyhissalamın imaməti. O cəmiyyət o imtihandan çıxmadı. Əli əleyhissalam da görür ki, cəmaat küyə düşüb, gəliblər ona tərəf. Düzdür, beziblər, amma bilmirlər nə istəyirlər.
Mövcud vəziyyəti istəmirlər, amma nə istəyirlər onu bilmirlər. Aydındır? Mövcud vəziyyətdən narahatdır, amma yaxşı bu olmasın, nə olsun, o haqda təsəvvürləri yoxdur. Onu başa düşür əleyhissalam. Onlara deyir ki, bugünkü siz mənim qapıma gəlmişsiniz, ədalət istəyirsiniz. Sabah sizlər məni öldürəcəksiniz, siz özünüz. Çünki siz mənim ədalətimə dözməyə taqətiniz yoxdur. Mən başlayanda ədalətlə hökm eləməyə, siz mənim qabağımda mane olacaqsınız. O sizlər ki, bugün gəlib mənə yalvarırsınız, gəl bizə imam ol, sizlər həmin o adamlar mənə düşmən olacaqsınız. Mən bu tarixi nümunəni sizə demişəm, bir də deyim. Əleyhissalamın ömrünün axırları idi, cəmaat yenə küyə düşdü. Muaviyyədən bezdilər, Muaviyyə bezdirdi onları. Gəldilər ki, ya əmir əl-məminin, qoşun topla gedirik vuruşmağa. Qoşun topla gedək, xilas eləyək, bu vəziyyətə son qoyaq. Əleyhissalam qoşun toplayır, Allahdan nida gəldi ki, məcazi deyək. Ya əmir əl-məminin, hazır ol, səni aparıram da, ömrün sona çatdı. Sən getməlisən. Neçə il zəhmət çəkdi, bir dəfə bunlar hazır oldular, soruşaq, ay Allah, niyə aparırsan əleyhissalamı? Fürsət düşüb, qoy Muaviyyənin işini bitirsinlər bu insanlar. Allah deyir, yox, küyə düşüblər, ona görə olmaz. Mən istəmirəm dinimi belə şeylərlə qabağa aparım. Sübut nədir? Sübut budur ki, əgər doğrudan da imama bağlıdırlarsa, əleyhissalam şəhid olar, yerində İmam Həsən var. Əgər bunlar küyə düşməmişdilərsə, imam tanımışdılarsa, əleyhissalam ya İmam Həsən, nə fərqi var onlar üçün? Bəs niyə həmin o adamlar İmam Həsən əleyhissalamı beyyətə məcbur elədilər? Niyə? Allah tələsmir ki, dini tez qabağa getsin. Allaha keyfiyyət və bəsirət lazımdır. Bəsirət lazımdır. Bunlar imam tanımayıblar. Bunlar hələ 4 ildən sonra əleyhissalamın şəxsinə bağlanıblar. İmamətinə yox. İmam Səccad əleyhissalama cəmaat təzə-təzə öyrəşirdi. Allah apardı onu, yerinə gəldi İmam Baqir əleyhissalam. İmam Baqir əleyhissalamın da tarixdə baxın, üzünə az tük çıxırdı. Tük az çıxırdı üzünə. Başqa bir övladı var idi İmam Səccadın, saqqalı, üzü imamətə daha çox yarıyırdı cəmaatın gözündə. Cəmaat imam haqda təsəvvür budur ki, gərək saqqal belə ola, filan ola. Odur ki, İmam Baqirə tərəf yox, bəziləri ona tərəf getdilər. Deyə ilahi, sən buna elə-belə qiyafə verərdin ki, imamətə yarasın. Əstağfurullah, imamların üzündə nöqsan olmayıb. Amma bir o qədər də məsələn, sıx saqqalı yox idi İmam Baqir əleyhissalamın. Allah istəyir bu yanlış yanaşmanı alt-üst eləsin. Bu zahirpərəstliyi aradan aparsın. Din qabağa getsin, amma cəmaatın yanlışlığı artmasın. Onda o dinin nə faydası olacaq? Allaha bəsirətli adamlar lazımdır. Deməli, bu təsəvvürdə yanlışdır ki, cəmaat bezəcək, İmam Zaman çağıracaqlar ki, kim bizə nicat verər bu vəziyyətdən? Ağa gələcək ki, mən deyəcəklər, kim olursan, ol gəl tək bizi qutar. Bu təsəvvürdə yanlışdır. Bunları yadda saxlayın, gələcək bəhsimizdə bunlar sizin köməyinizə gələcək bu dediyim məsələlər. Bəzən də təsəvvür belədir, mən görmüşəm, maddi sıxıntıdan qutarmaq üçün insanlar İmam Zamanı istəyir. Birinin borcu var, deyir ağa gəlsin, nicat versin bizə. Var axı hədislərdə ki, o zaman sədəqə verməyə fəqir tapılmayacaq. Var bu hədislərdə. Cəmaat elə bilir ki, bəzən imamlar vasitədir ki, bunların maddi vəziyyəti düzəlsin. Düzdür, imamlardan istəyin deyiblər, təvəssül eləyin, amma məqsəd budur. Bir nəfər lətifə danışırdı, deyirdi, gedib biri İmam Rızanın, olub deyəsən belə bir şey. O, gedib İmam Rızanın ziyarətinə, varlı imkanlı adamdır. Görüb bir nəfər kasıb adamda dayanıb İmam Rızaya nəsə danışır. Bu da gözləyir, elə bir imam bir-bir qəbul edir hamını. Onun dalında dayanıb gözləyir. Görür bu duasını qutarmır, qulaq asır görsün bu nə deyir. Görür ki, bu İmam Rızaya yalvarır ki, mənə $100 pul lazımdır, onu mənə ver. Bu deyir, baxır ona, deyir ki, çıxardır cibindən verir, deyir, Allah ağanın vaxtını boş-boş şeylərlə tutma. Elə bilir ki, imam
bir qəbul edəcək insanları. Bəzən bizim imamlara yanaşmamız budur və İmam Zaman ağanın zuhurunu gözləyir ki, insan maddi çətinliklərdən, sıxıntılardan azad olsun. Hərçənd ki, bu da var hədislərdə. Borclu insan olmaz, insanlar zəngin olarlar, bunlar hamısı var. Amma bu məqsəddir, bu nəhayət hədəfdir dünyadakı, ağa gəlsin, yoxsulluğu aradan aparsın. Bir məsələyə də səthi işarə edeyim, qalsın gələn dəfələrdə danışaq, gələn həftələrdə inşallah danışaq. Biri də budur ki, bəzi insanlar var, güya ki, çox arifdilər. Bircə ağanın üzünü görsəydim, darıxmışam onun üzünü görmək üçün. Nüdbə duasında var. Mətə təranə və nərak. Nə zaman olacaq ki, biz səni görəcəyik, sən bizi. Bu insanlara maraqlıdır İmam Zaman ağa. Nə quracaq dünyada? Deyək ki, mən onun üzünü görüm. Amma başa düşmürlər ki, İmam Zamanın intizarını çəkmək, onu iqtidarda görməyi arzulamaqdır. İqtidarda görmək, qüdrətdə görmək, vilayətin hakim olmasını gözləməkdir. Təkcə şəxsi gözləmək yox. Onu qüdrətin nəhayətində görməyi arzulamaqdır. Yoxsa bir güşədə görüm, ürəyim sərinləsin, bu intizarın fəlsəfəsidir. İmam Zamanı düz tanımaq lazımdır. Zuhurunu düzgün gözləmək lazımdır. Bunun bizə faydası nədir? Faydası budur ki, biz vəzifəmizi biləcəyik onda. Ki, bu gün nə etməliyik? Bu çox mühümdür. Bir faydası budur ki, biz daha çox istəyəcəyik o zuhur eləsin. Bilsək gəlib nə edəcək? Onda biləcəyik, onda istəyimiz də artıq olacaq. Daha çox yanacaq. Elə bil ki, itirmişik kimisə. Bilsək ki, gəlib nə etməlidir? Çox tanıyanda çox yandırır adamı. Bəzən deyirlər ki, bəs də ağladıq, gəlin elmi yanaşaq məsələyə. Amma insan elmi məsələyə yanaşanda daha çox yandırır onu. Göz yaşı da daha çox səmimi olur. Elmi yanaşma ilə halı bir-birinə qarşı qoymaq fikrim yoxdur mənim. Elmi yanaşma çoxalanda hal da çoxalır. Quran buyurur ki, Allahdan ən çox qorxanlar alimlərdir. Deməli, bilən adam daha çox halda olur, daha çox qorxur Allahdan. Bildikcə, mərifət çoxaldıqca insanın halı da daha yaxşı olur. Mərifət çox olmalıdır. Bugünün əsas problemi budur ki, biz din haqda mərifətimiz səhvdir. Mən bunu dəfələrlə demişəm. Gəlin belə bir iş görək ki, bütün indiyə qədər inandıqlarımızı başlayaq təftiş eləməyə. Görək, mən düz inanmışam ya yox. Bu mühüm məsələdir. Bəzən insan yanlış bir təsəvvürdə qalır, ölənə qədər elə bilir düzdür. Din haqda nə ki təsəvvürümüz var, Şah Abdüləzim var, ziyarətgah var. Kimsə gedibsə görüb. Şah Abdüləzim çox böyük sahabələrdən biriydi. İmamın yanına gəlir, deyir, bax, mən Allaha bu cür inanıram, Peyğəmbərə belə, imamlara belə. Danışır, deyir, bax, gör, mənim etiqadım düzdür ya yox. Mənə elə gəlir, Azərbaycanda da bir zaman gəlib çatıb ki, dindar insanlar, inanclı adamlar öz inanclarını təzdən təftiş eləməlidirlər. Əvvəldən başlamalıdırlar, görəsən biz düz başa düşmüşük, ya təzdən bəzi səhvlərimizi islah eləməliyik. Belə bir mərhələ gəlib çatıb, dünyada və bu ölkədə də bizlər üçün. Çünki bizim yanlış təsəvvürümüz çoxdur. Məndən bugün soruşsalar, bağışlayın, bəlkə də bu söz hörmətsiz sözdür, məni güzəşt eləyin əvvəlcədən. Çünki birinci özümü nəzərdə tuturam. Amma mən bu sözü deməyə məcburam. Soruşsalar məndən ki, bugün dinin əsas problemi nədir? Mən tərəddüd eləmədən cavab verirəm ki, dinin əsas problemi dindarlardır. Dinin dindarlardan mühüm problemi yoxdur. Cəmaat dindar olmur, niyə? Çünki bizi maniyə görür dinin qabağında. Qardaş bizə baxır, deyir ki, bundansa mən elə öz həyatımı yaşasam daha yaxşıdır. Bu dindar olub, nə olub ki, mən də bu yolu gedim, nə olum? Bu dindar olub, nə dəyişikliyi var ki, mən də bu yolu gedim, nə olum? Mən görmüşəm, savadlı tələbələr var. Ara sıra bəzən bizim əvvəllər tələbələrlə görüşümüz olanda bu cür iradlar deyirdilər ki, bu din gəlir, biz məsələn, dərs oxuyuruq filan, gəlib bizə mane olacaq. Çünki baxır, görür ki, onunla bir qrupda oxuyan dindar tələbə dərs oxumur. İşi gücü orada sinə vurmaq, burada ağlamaq, orada əza saxlamaqdır. Mən əzadarlığın əleyhinə deyirəm, əzadarlıq məclisi təşkil edənlərdən biri də bu məsciddir. Amma ki, bəzən din ancaq sinə vurmaqdırsa,
Din ancaq bu zahiri şəkildirsə, cəmaət o dinə tərəf gəlmir. Namaz qılın, sənin kim olmaqdansa qoy elə mən, heç olmasa dünyada müvəffəq olun. Sənin nə dünyan var, nə axirətin. Qoy mən heç olmasa axirətim olmasa da dünyam olsun. Bugün bəzi xanımlar hicaba niyə görə gəlmir? Bəzən hicablı mane olur onların hicaba gəlməsinə. Bəzən hicablı mane olur. Mən burada bir-birimizi tərifləyə bilərik. Mən sizi tərifləyim, siz məni deyə bilirsiniz, hər şey əladır, amma bununla düzəlmir. Mən hərdən bəzən o kisəçinin işinədir, kisə çəkib çirki çıxartmaq. Mənim vəzifəm budur. O evlərimizi oturaq gərək danışaq. Ona görə də heç bir söz yaxşılara aid deyil. Yaxşılar var, çox yaxşı. Mən deyəndə ki, namaz qılan belədir, yaxşı özünə götürməsin. Yaxşı var, lap yaxşı. Qoy biz pisdən danışaq ki, o da yaxşı olsun. Hicablı da belə. Yaxşı hicablı var, xanım Fatimə Zəhraya layiqdir, çox yaxşı. Amma bu birislər də var. Bu birislər də var ki, mane olur. Bəzən hicab bizim cəmiyyətdə bilirsiniz nə üçün olur? Eyibləri gizlətmək üçün. Cəmaət eybini hicabın altında gizlədir. Bəzən baxırsan, nə qədər daha çox qara giyindi, üzün də örtdü, adam daha çox qorxur ki, görəsən nəsə var ki, bu nəsə bir hilədir, işlədir. Mən bu barədə çox gileyliyəm, çünki çox mənə müraciətlər olunur. Mən elə şeylər danışırlar ki, bu minbərdən utanıram onu danışmağa. Xəcalət çəkirəm o şeyləri danışmağa. Biri zəng elirdi, ağlaya-ağlaya, mömin oğlandı, deyir ki, xanım, mənə deyir ki, din mənə deməyib uşaqlarıma bax, uşaqlarıma özüm bax. Çarşab giyinir, üzünü də bağlayır, deyir. Uşaqlarıma baxmır, deyir, bütün günü Məşhəd, Kərbəla, ora, bura, mən qalmışam avara. Bu, dinsizlik bu dindən daha yaxşıdır. Dinsizlik belə bir dindən daha yaxşıdır. Bəzən görürsən ki, xanım hələ başa düşməyib hicabı, amma etiqadı bundan daha düzgündür. Daha düzgün vəzifələrini bilir ailədə. Yəni, bunlar hamısı problemdir, çünki biz dini düz tanımırıq bəzən. Din haqda yanlış təsəvvürümüz var. İmam Zaman haqda da bizim təsəvvürlərimizin çoxunu təzdən təftiş eləyib, yenidən baxmalıyıq ki, biz necə tanımışıq onu. İmam Zamanı gözləməyin mənası budur ki, İmam Zaman gəlib, kəramət və möcüzə ilə dünyanı dəyişəcək. İmam Zaman tarixin axarını, təbii axarını dəyişmədən dünyanı islah edəcək. Məsələ bundadır. Bütün məsələ bundadır. Hünər bundadır, hünər. İmam Zaman tarixin təbii inkişaf prosesi var, o prosesə toxunmadan dünyanı dəyişəcək. Təbii qanunlarla dəyişəcək. Əgər gəlib kəramətlə eləyəcəksə, bu insanlığa təhqir olar. Bu bəşəriyyət ona görə inkişaf edir ki, axırda uşaq kimi olsun, bir nəfər gəlsin, desin ki, mən sizi zorla düzəldəcəm, cənnətə tərəf aparacam. Onda da min illərdir nəyə gözləyirdik biz? Min illərdir niyə görə avara qalıb insanlar? İmam Zaman təbii qanunlarla dünyanı idarə edəcək. Təbii qanunlarla, bu qanunlara toxunmadan. İmam Zaman ağa insanların azadlığını qoruyub onları dinə yönəldəcək. İnsanlar azad şəkildə dinə tərəf gedəcəklər. O necə olacaq, onu danışarıq. Amma bunu bilək ki, belə olacaq. Azad şəkildə, könüllü şəkildə İmam Zaman ağanın işinin hünəri bundadır. Quranın verdiyi vəd budur ki, bir gün gələcək ki, insanlar özləri azad şəkildə, könül xoşluğu ilə, rahat dinə tərəf gələcəklər. Heç bir zor olmayacaq. Fikirlərinə təsir qoyan olmayacaq. Zorla, nəyisə yalandan şirinlikləndirib haqqa tərəf aparmayacaqlar. Tam təbii yolla. İmam Zaman gəlməyəcək bizim məsuliyyətdən azad eləyək ki, siz daha çəkilin kənara, mən bilərəm, neynəyərəm. Biz də gedək dincəlməyimizi, o da dünyanı düzəltsin. Bu yanlışmadır. Bir halda ki, İmam Zaman təbii yolla dünyanı düzəldəcək, insanlar islah olacaq, bəs pislər nə olacaq? Pislər hara gedəcək? Pisləri öldürəcək ki, hamı yaxşı olsun, xeyr. Onun yolları var ki, o yollara inşallah toxunacaq. Necə idarə eləyəcək dünyanı? Orada xeyli təzə sizlərin eşitmədiyiniz mövzular var ki, mən istəyirəm onlara. Allah ömür versə toxunaq. Fəsadla necə
davranacaq, əxlaqsızlıqla necə davranacaq? Ümumiyyətlə İmam Zaman ağanın görəcəyi işi bir cümlə ilə desək o nədir? Bunlar hamısı suallardır. Bir cümlə ilə soruşurlar məndən ki, İmam Zaman gəlib bir cümlə ilə denən nə iş görəcək, onun cavabı nədir? Bəzi dinlərdə var, mən kitablarında görmüşəm. Siz açırsan kitabı belə başlayır. Deyir, siz sürüsüz, Peyğəmbər çobanınızdır. Bəziləri elə təsəvvür edir ki, İmam Zaman gəlib belə eləyəcək. Deyəcək, indi də çəkilin qırağa, mən nə desəm odur. Siz soruşmayın niyə? Mən məsumam, Allah mənə deyib, mənə sorğu sual yoxdur. Bəzilərinin İmam Zaman haqqında təsəvvürü budur. Ona görə də bu yanaşmanı islah eləməliyik. Yanaşmanı islah eləməliyik. Düzdür, İmam Zamanın kəraməti olacaq. Bütün imamlarda kəramət olub. Amma əsas iş kəramətdir. İmam işini kəramətlə qabağa aparmayacaq. İşini təbii qayda qanunlarla, təbii yollarla qabağa aparacaq. Bir işarə eləsin, cəmaat dəyişsin, əlini qaldırsın, cəmaat namaz qılan olsun. Bu təsəvvürləri beynimizdən bir dəfəlik çıxardaq, qoyaq kənara. Elmi yanaşma lazımdır məsələyə. Elmi yanaşma lazımdır. Elmi yanaşma olarsa biz bugün dünyanın inkişafı ilə uzlaşdıra bilərik. Əslində adam oxuduqca görür ki, əgər biz bunu əsaslandıra bilsək, dünya ilə bunu istəyir bizdən. Dünya bizdən yox, ümumiyyətlə axtarır ki, bizə nə nicat verər. Təəssüf ki, bunu əsaslandırıb dünyanın insanlarının qarşısına qoyan yoxdur. Və sözümü tamamlamaq istəyirəm. Sözümü tamamlamaq üçün bir daha buna işarə edirəm ki, İmam Zamanı yanlış anlamaqla düzgün anlamaq arasında çox fərqlər var. Əgər insan İmam Zamanı yanlış anlayarsa, bugün bilməz nə etməlidir və sui istifadə edən çox olar. Bugün Taliban da çıxır, deyir ki, biz Mehdini gözləyirik. Görmüşsünüz də nə cinayətlər eləyirlər dünyada. Günahsız uşaqları öldürürlər, deyir ki, biz İmam Zaman görürük. Onların da Mehdi inancı var. Mehdi gələcək, dünyada xilafət quracaq və onlar da o zoraki hərəkətlərinə bundan bəraət qazandırırlar ki, biz ona zəmin yaradırıq. Əgər bizim təsəvvürümüz düzgün olmasa İmam Zaman haqqında, onda xurafat çiçəklənəcək. Bugün belə cərəyanlar Azərbaycanda da var. Kimsə yatır yuxuda İmam Zamanı görür, danışır, təzə məzhəb yaradırlar məzhəb içində. Ancaq yuxu, kəramət, o gəldi mənə yuxuda belə dedi, bu gəldi belə dedi. Nə qədər insanlar mənə zəng edir, siz bilsəz yuxu danışırlar mənə. Yuxunun doğrusu, düzgünü var. Bundan dəfələrlə danışmışıq. Düzgün yuxular var. Amma dində yuxu bu qədər önəmlidir ki, cəmaat üçün bu qədər əhəmiyyətlidir. Yuxuda belə gördü, o gəlir o birisinə danışır. Bütün məntiqi dəlillərə zid yuxulardır. Bundan məzhəb yaradırlar təzə. Nə qədər axır vaxtlar bilirsiniz, adamlar İmam Zaman görür güya. Belə hamı 2 gün gəlir ibadət edir, İmam Zamanla dostlaşır, nəuzubillah. Var, hamısı sui istifadəyə əsas yaradır. Çünki bizim təsəvvürümüz yanlışdır. Ona görə cəmaata da təsir qoyur bu məsələlər. Əgər biz tanımasaq, zuhur məsələsinə düz yanaşmasaq, qeybət zamanında vəzifəmizi bilməyəcək, İmam zuhur eləyəndən sonra da ona düşmən olacaq. Bilirsiniz necə? O adamlar ki, İmam Zaman haqqında təsəvvürləri səhv idi, ağa gələndə deyəcəklər ki, yox, sən biz deyən adam deyirsən. Bunu hədislər deyir, mən demirəm. Bilirsiniz, İmam Zaman ağanın qabağında dayananların bir dəstəsi kimlər olacaq? Nüdbə duası oxuyub İmam Zamanı çağıranlar. Deyəcək, yox, mən çağırdığım sən deyirsən. Çünki təsəvvür yaradığı bir dənə yanlış. Özünün bir dənə yalancı İmam Zamanını düzəldib, həqiqi İmam Zaman gələndə baxacaq, görəcək, yox, sən yalancısan İmam Zamana deyəcək. İmam Zamanın qarşısında sipər olacaq. Deyəcək, mən səni çağırmırdım. Hədislərdə var ki, bəzi dindarlar, hətta din alimləri, başına əmmamə bağlayan bəzi ruhanilər, bəziləri gəlib deyəcəklər ki, sən təzə din gətirmirsən, sən bu Peyğəmbərin dinidir. Çünki təsəvvür yanlış idi İmam Zaman ağanın barəsində. Yanlış təsəvvürə malik idilər.
Yanlış təsəvvürün fəsadı budur ki, İmam Zaman zuhur eləyəndə birinci maniyəsi onu çağıran dindarlar olacaq. İmam Zaman qeybdədir, bu ağlayır, Yəbnəl Həsən, Yəbnəl Həsən deyir. Ağa zuhur eləyir, ağanın qabağında deyir ki, mən çağırdığım sən dörsən. Ona görə indidən gərək təsəvvür doğru, düzgün ola ki, ağanın zuhuru vaxtında da əgər Allah bizə qismət eləsə, biz ona dəstək verənlərdən olaq, nəinki ondan düşmənçilik eləyənlərdən. Bu çox mühüm məsələdir. Və heç zuhur yaxın olmasa belə, məsələ zuhurdadır. Bugün biz dünyaya məktəbimizi təqdim eləmək istəyiriksə ki, bu məktəb nə demək istəyir? Nə demək istəyir? Gərək sübut eləyək ki, bu məzhəb praktikidir. Praktiki bilirsiniz, nə icra olunandır. Əgər biz desək, İmam Zaman gəlib işləri möcüzə ilə düzəldəcək, onda o adamlara əsas veririk ki, onlar deyir, din yaxşı şeydir, amma icra oluna bilməz. Bəzi adamların belə sözü var. Deyirlər, din yaxşı şeydir, amma bunu icra eləmək mümkündür. Bunu oxuyasan, danışasan, qulaq asasan, feyziyab olasan. Şeirlərdə, irfanda, poeziyada, din belə şeylərə, Füzulinin qəzəlində Allah eşqi vəsf olunsun. Amma bu eşqi gətirib cəmiyyətdə icra eləmək olmur. Bəzi adamlar belə deyir. Biz desək ki, möcüzə ilə imam eləyəcək, onlara əsas veririk. Onlar deyəcək, gördünüz, biz deyirdik ki, bu din icra oluna bilməz. Təbii yola qalsa olmaz. Gəlib möcüzə ilə məcbur eləyəcəklər. Ona görə də biz bu təsəvvürlərimizi islah eləməliyik. Bugün yanlışları danışdıq. Allah bizə ömür versin, qismət eləsin, nəsib eləsin. Gələn cümə inşallah ömür olsa, mən İmam Zaman ağaya düzgün təsəvvür, düzgün təfəkkür nədir? İmam Zaman gəlib nə iş görəcək? O barədə ətraflı inşallah Allah ömür versə danışacağım.